Fevral ayında dəyişkən hava müşahidə olunur. Ötən gün hava nisbətən günəşli, mülayim keçməsinə baxmayaraq, bu gün erkən saatlardan qar yağır, külək əsir. Ümumiyyətlə, fevral ayı ərzində havanın necə keçməsi gözlənilir? Bu mövsümi dəyişkənlik baxımından iqlim şəraitinə uyğundurmu? Adətən qış ayları arasında fevralda necə hava müşahidə olunur? Ajansas bildirir ki, Qlobal Info aza danışan Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri ekoloq İradə Həsənova deyib ki, fevral Azərbaycanda qış mövsümünün ən dəyişkən və keçid xarakterli aylarından biri hesab olunur. Son günlər müşahidə edilən hava şəraiti bir gün günəşli və mülayim, növbəti gün isə qar yağışı, güclü küləklə müşayiət olunan soyuq hava əhali arasında haqlı suallar doğurur. İqlim müşahidələrinə əsasən fevral ayı ən qeyri-sabit hava şəraiti ilə seçilir. Yanvar adətən daha sabit və soyuq keçdiyi halda fevralda atmosfer prosesləri aktivləşir. Bu dövrdə hava kütlələrinin tez-tez dəyişməsi, şimaldan soyuq, cənubdan isə nisbətən isti hava axınlarının toqquşması, temperaturun qısa müddətdə kəskin enib qalxması, qar, sulu qar, yağış və güclü küləklərin növbələşməsi kimi hallar geniş müşahidə olunur. Fevralda qar yağması, xüsusilə gecə və səhər saatlarında temperaturun mənfi göstəricilərə düşməsi tamamilə mövsümi norma sayılır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar örtüyü qalınlaşır, Aran rayonlarında isə güclü külək əsir və ya sulu qar yağır. Ekoloq bildirib ki, fevral ayının əsas xüsusiyyətlərindən biri də kəskin kontrastlı hava keçidləridir. Bu gün mülayim keçən hava növbəti gün qar və şaxta ilə əvəz oluna bilər. Bunun əsas səbəbi atmosfer təzyiq sistemlərinin tez-tez dəyişməsi və mövsümün yazla qış arasında keçid mərhələsi olmasıdır. Ümumilikdə bu cür dəyişkənlik iqlim baxımından normal hesab edilir. Lakin son illərdə müşahidə olunan bəzi tendensiyalar temperaturun normadan yuxarı qalxması, qeyri-mövsümi intensiv yağıntılar və küləklərin artması qlobal iqlim dəyişikliklərinin təsirlərini də istisna etmir. Fevral qışın son, eyni zamanda yazın ilk əlamətlərini daşıyan bir dövrdür. Vətəndaşlara hava proqnozlarını diqqətlə izləməyi və kəskin dəyişikliklərə hazır olmasını tövsiyə edirəm. Çünki bu ayda uzun müddətli sabit hava gözləmək düzgün deyil. Hava proqnozlarını izləmək xüsusilə sürücülər və açıq havada çalışanlar üçün vacibdir.